İnsan sözü hansı cümlədə təsirli halda işlənmişdir? A bəndi. Bu möcüzəvi tikililərdə insan əməyi danılmazdır. İnsan əməyi burada qeyri-müəyyən yəlik halda işlənib. Bir insan bu cür haqsızlığa necə göz yuma bilər? Kim göz yuma bilər? İnsan adlıq halda. Bizə dedilər ki, səs-küyə xeyli insan toplaşıb. Kim toplaşıb? İnsan adlıq halda. Məni anlaya biləcək bir insan axtarıram. Kimi, nəyi, insanı axtarıram. Qeyri-müəyyən təsirli halda işlənib. Cavabımız olacaq D bəndi. İnsan övladının nankörlüğünə o gün əmin oldum. Qeyri-müəyyən yəlik halda. Sualın cavabı olur D bəndi. Sözlərdən biri ümumi qrammatik mənasına görə digərlərindən fərqlənir. Bu sualın şərtini demək istəyir ki, 5 sözdən biri fərqli nitq səsidir, 4-ü fərqli nitq səsidir. Baxaq görək cavabımız hansıdır? Yaralı sifət, küləkli sifət, qabıqlı sifət, sənətli sifət, qubalı yer məkan anlayışı bildirən, yəni lığlı ilə düzələn isimlər olur. Düzdür, Gəncəli, şəhərli, Bakılı, kəndli, məktəbli və s. Cavab olur Y bəndi. Yanlış nümunələri müəyyən edin. Cədvəl verilib, cədvəldə sol tərəfdə cümlə adlıq halda olan isimlə başlamışdır, sağ tərəfdə cümlə təsirli halda olan isimlə başlamışdır. Bizdən yanlış dediyi üçün, yəni biz burada əksini götürəcəyik. Yəni adlıq halda olan isimlə başlamayanı, təsirli halda olan isimlə başlamayanı. Eynəyi sındığı üçün hərfləri görə bilmir, onun eynəyi adlıq haldadır. Bir cavabımız olmayacaq. Üzüm bağlarına çox yaxşı qulluq edilir. Üzüm burada, üzüm bağları yəni qeyri-müəyyən yəlik haldadır. Yəni söz birləşməsinin tərkibindədir. Bu adlıq halda yox, qeyri-müəyyən yəlik haldadır. Deməli 2 bizim cavabımız olacaq. 2 ilə başlayanları saxlayırsınız, digərlərini çıxırıq. Sağ tərəf. 3-cü cümlə. Ağac əkin, bağ salın, yurdu abadlaşdırın. Ağacı əkin, bağı salın, təsirli haldadır. 3 cavab olmayacaq. Qorxu içində adamlara baxır, ağlayırdı. Qorxu içində, yəni söz birləşməsinin tərkibində, bu da yəlik haldadır. Bu da bizim cavabımız olacaq. Cavab olur 2-4 Y bəndi. Cümlə ilə bağlı cədvəldəki uyğun fikirləri müəyyən edin. Cümlə aldığı saysız hesabsız oxucu məktublarından böyük bir dəstəsini də oxumaq üçün götürdü. Buradan doğrudur, buradan yanlışdır seçməliyik. Baxaq görək hansı doğru, hansı yanlışdır. Saydan sonra numarativ söz işlənib. Bu cümlədə say budur, saysız hesabsız. Başqa say var, xeyr. Buradakı bir say deyil. Saydan sonra numarativ söz, saysız hesabsız oxucu məktubları. Numarativ söz var, xeyr, işlənməyib. Bir olan bəndləri çıxırıq. 2. Adlıq halda olan ismi aid nümunə yoxdur. İsimlər oxucu məktublarından dəstəsini. Yəlik hal, çıxışlıq hal, təsirli hal. 2 doğrudur, 2-ni saxlayırıq. Gəlirik yanlış olan tərəfə. Əlamət bildirən adi dərəcədə olan sifətlər, bəli, böyük sözü əlamət bildirir və adi dərəcədir. Bu doğrudur, amma bizdən yanlışı istədiyi üçün bu bizim cavabımız olmayacaq. Sözlərdən yalnız birinin leksik mənası yoxdur. 1 də 3-ün. 3 sözün leksik mənası yoxdur. Cavab olacaq 2-4 Y variantı. Tələffüzü yanlış verilmiş sözləri müəyyən edin. Məlahətlidə uzanır, A-dan sonra qoşu nöqtə qoyulmalı idi. Nazih yox, nazik olmalıdır. Ruhi doğrudur. Əxlaq doğrudur. Atmosfer yox, atmosfer olmalı idi. Cavab olacaq 1, 2, 5 D bəndi. Hansı cümlədə çoxaltma dərəcəsində olan sifət işlənməyib? Olduqca gözəl ev idi, gözlərimi çəkə bilmirdim. Olduqca gözəl çoxaltma dərəcəsindədir. Filmin ən maraqlı yerində məni çölə çağırdılar. Ən maraqlı yer. Kənan əvvəllər lap çox oxuyurdu, bu il geriləyib. Bu cümlədə ümumiyyətlə sifət yoxdur. Sifət olmayan cümlədə çoxaltma dərəcəsində sifət nə gəzir? Cavab C olacaq. Bu gəncin lap maraqlı əsərlər yazacağına əminəm. Lap maraqlı əsərlər. Çox təcrübəli insandır, gərək onunla məsləhətləşim. Çox təcrübəli. A, B, D, Y bəndlərində çoxaltma dərəcəsində olan sifət var, amma C bəndində yoxdur. Cavab olur C. Hansı cümlələrdə saydan sonra gələn isimlərin işlənməsinə səhvə yol verilmişdir? Az aktyor tapılar ki, belə bir roldan imtina etsin. Bu cümlədə səhv yoxdur. Bir olan bəndləri çıxırıq. Bir sıra məktəbdə oldum, şagirdlərlə görüşdüm. Bir sıra və bir çoxdan sonra gələn isimlər necə olmalı? Cəmdə olmalı. Ona görə də 2 cavab olacaq. 2 ilə başlayanları saxlayırsınız, digərlərini çıxırıq. O gün qazilərlə görüşə xeyli insanlar gəlmişlər, xeyli insan olmalıdır. Xeylidən sonra gələn
isim təkdə olur. 7-ci siniflər arasında şeir müsabiqəsi keçirildi. Yəni sıra sayından sonra gələn isimlər təkdə də ola bilər, cəmdə də ola bilər. Cavab olmayacaq. Bir qədər sənədlər yığılıb, mütləq onlara baxmalıyam. Bir qədərdən sonra gələn isim təkdə olmalıdır, cəmdə olmamalıdır. Cavab olacaq 2, 3, 5 A bəndi. Uyğunsuzluğu müəyyən edin. İsimləşmiş sifət işlənmişdir, isimləşmiş say işlənmişdir. Uyğunsuzluq dediyi üçün bunların əksini götürürük. Yəni isimləşmiş sifət olmayan, isimləşmiş say olmayan. Kartofun xarablarını seçib ayrıca yığdım. İsimləşmiş sifət işlədiyi üçün bir olan bəndləri çıxırıq. Yəni bir bizim cavabımız olmayacaq. Harada bir varsa çıxdıq. Cavab ya budur, ya budur. Otağın səliqəsizliyi ürəyimi darıxdırırdı. Bəli, bu cümlədə isimləşmiş sifət yoxdur. Səliqəsizlik isimdir. Xeyli vaxt keçsə də mənə zəng etməmişdi. Bu cümlədə isimləşmiş say var, xeyr yoxdur. Ona görə biz bunu cavab kimi götürəcəyik. Rəsmlərin çoxu müharibədə itibata düşdü. Rəsmlərin çoxu, çox sözü burada mənsubə şəxsi qəbul etdiyi üçün isimləşib. Cavabımız olacaq 2, 3 C variantı. Sinonimlərdən ibarət hansı cərgələrdə sözlərdən yalnız biri amonimlə xüsusiyyətinə malikdir? Arabir, bəzən, bunların heç biri amonim xüsusiyyətinə malik deyil. Ona görə bir olan bəndləri çıxırıq. Kök, dolu. Hər ikisi amonim xüsusiyyətinə malik olduğu üçün bunu da çıxırıq. Ara, məsafə, ara sözü amonim xüsusiyyətinə malikdir. Duman, çən sözü amonim xüsusiyyətinə malikdir. Cavab olur 3, 4, B variantı. Natiqlik sözünün fonetik xüsusiyyətlərindən bağlı yanlış fikirləri müəyyən edin. Sözün düzgün tələffüz şəklini qeyd eləyək. Natiqlik. Düzgün tələffüz şəkli budur. A uzandı, Q kimi tələffüz olundu, Q da ih kimi tələffüz olundu. İndi bizdən yanlış fikirlər istəyir. Samitlərdən ikisinin yazışı ilə tələffüzü fərqlənir. Baxaq görə, bəli, Q samiti ilə Q samitinin yazışı dəyişik fərqləndiyi bu doğrudur. Doğru olan yəni birləri çıxırıq. Cingiltili samitlərin sayı kar samitlərin sayından çoxdur. Sayaq görək. 1, 2 dənə cingiltili samit var. 1, 2, 3 var. 2 yanlışdır. 2 ilə başlayandan saxlayırıq. 3 hecadan ibarətdir. Saytlərdən bir uzun tələffüz olunur. Bəli, neçə sayt var? 1, 2, 3 sayt var və A sayt uzun tələffüz olunur. 3 doğrudur. 3'ü çıxırıq. Hərflərlə səslərin kəmiyyəti arasında fərq var. Kəmiyyət fərqi bilirsiniz də yazılış deyilir. Ya səs artımı olur, ya səs düşümü olur. Yəni ya səsin sayı çox olur, ya da hərfin sayı çox olur. Ona görə burada elə bir şey olmadığına görə 4 də səhvdir. Cavab olur 2, 4, C variantı. Mətnə əsasən müqayisə cədvəlindəki düzgün fikirləri müəyyən edin. Bizə Sultan Əhmədlə vəzirin müqayisəsi verilib. Gəlin görək hansı fikirlər doğrudur. Sol tərəfdə Sultan Əhmədə aid olan fikirlər verilib, sağ tərəfdə də vəzirə aid. Taxtın rifahın naminə şəxsi qövsünü arxa plana atır. Bəli, bu doğru fikirdir. Mətndə yuxarıda ilk abzasda fikir verirsə, giriş hissədə göstərir ki, bu sultana toxundu. Ancaq narazını gizlətməli oldu, uddu, yavaşdan vəzirə dedi. Bəli, burada taxtın rifahı naminə susubdu. Hər halda ki, millət nədir? Üsyan eləyər bunu. Çünki təhlükəli məqam vardı. Qardaşı şəhərə girmək istəyirdi və cəmaatdan bundan xəbəri vardı. Ola bilərdi ki, cəmaat onun nədir? Taxtdan düşürüb qardaşını gətirə bilsin. Bu doğru fikir kimi qəbul edirik bunu. Bir harda varsa saxlayırsınız, digərlərini çıxırıq. Yəni cavabımız B, C, Y bəndindən 1 olacaq. Xalqa olan mənfi münasibətini gizlətməyə ehtiyac duymur. Bəli, bu belə deyək ki, xalqa olan mənfi münasibətini gizlətməyə ehtiyac duymur. Amma duyur. Fikir verin. Yenə dediyimiz kimi gizlətməli, narazılığını gizlətməli oldu. Yəni burada artıq gizlədir. Bu ikini də çıxırıq. Deməli bu səhv fikir oldu. Gəldik vəzir tərəfə. Xalqı məqsədə çatmaq yolunda alət kimi görmək fikri onun dilindən verilir. Tamamilə doğrudur. Çünki burada nə deyir? Deyir, mən demirəm ki, bu xalq nədir? Səni istəyir, sənə nə edəcək və s. və s. Amma bax burada deyir, mən sənə demədim ki, təbir cəmaat sənə istəyir. Amma onlarla bir ata kimi danışmağın xeyri ola bilər. Onlar sənə inanar, şəhər darvazalarını qardaşın üzrə açmağa cəhd eləməzlər. Deməli, bu da doğru fikirdir. Bir ilə 3 saxlayırıq, digərlərini çıxırıq. 4.
Səmimi yanaşmasına görə xalqın rəğbətini qazanmışdır. Son hissədə xalqın rəğbətini nədir? Görürük onu necə rəğbətini qazanıb. 4-də səhvdir. Siyasi təcrübəsizlik dövlətdə böhrana səbəb olacaq. Burada təcrübəsizlik yoxdur. Vəzirin təcrübəsizlikdən söhbət gedə bilmir. Sultan Əhmədlə də bağlı. Çünki təcrübəsiz olsaydı cəmaatın incidiyini birbaşa üzərinə vurardı. Mövcud hakimiyyətin dəyişməsinə mane olmaq istəyir. Bəli. Vəzir də Sultan Əhmədlə, yəni hər ikisi Sultan Əliyə qarşıdırlar. Deməli cavab olacaq 1, 3, 6, Y variantı. Mətnə görə cədvəldəki uyğun fikirləri müəyyən edin. Mətndə var, mətndə yoxdur. 1. Vəzir Şeyx Əlinin Sultan adlandırmasına sərt reaksiya verdi. Vəzir yox, Sultan Əhməd özü reaksiya verdi. Düzdür, deməli 1 mətndə yoxdur. Sultan Əhməd Təbriz cəmaatını ağıllı və cəsur insanlar kimi düşünür. İlk bənddə nədir? Mən bu qoyun sürüsü deyir. Ona görə də bu da yanlışdır. Xalq Sultan Əhmədə qarşı onun istədiyi kimi reaksiya vermədi. Bəli, ilk abzasda bunu görürük. Doğrudur. 3 ilə başlayanları saxlayırsınız. Yerdə qalan çıxırıq. Cavabımız bəllidir zaten. 3, 4, 5. Gəlirik sağ tərəfə. Sultan Əhməd Şeyx Əlinin niyyətinə xəbərdar olsa da onu tanımır. Qardaşıdır. Necə tanımır? Bu da mətndə yoxdur. Elçilər Şeyx Əlinin Sultan Əhmədlə müttəfiqlik arzusunu demək üçün gəlmişdilər. Elçilər Şeyx Əlinin Sultan Əhmədlə müttəfiqlik arzusunu demək üçün burada bilinmir hansı arzusunu deməyə gəlmir. Sadəcə onunla nədir? Görüşməyə gəl. Sözlərini sənə çatdırmaq istəyir. Demir ki, bu müttəfiqlikdir və yaxud. Bu da yoxdur. Qərar vermə zamanı bəzən vəzir Sultan Əhmədi qabaqlayıb öz hökmünü yeridirdi. Deyir, get elçiləri göndər saraya, gəlirəm. Və bu da mətndə var. Cavab olacaq 3, 4, 5 D bəndi. Mətnin əsas hissəsini genişləndirə biləcək cümlələri müəyyən edin. Bu giriş hissə bu hissədir, nəticə hissə də bu hissədir. Bu ortalıqda hissə də əsas hissə. İndi baxaq görək hansı hadisələri biz əsas hissəyə artırıb onu genişləndirə bilərik. Vəzirin bu məsləhətindən sonra sultanın xalqla görüşə getmək həvəsi daha da artmışdı. Bu giriş hissəyə aiddir. Yəni buradakı söhbətə xalqla görüşmək və onlar nədir? Öz tərəf çəkməyi məsləhət görmüş. Bu giriş hissə. Biri çıxırıq. Bir olan bəndlər getdi. 2. Sultan Əhmədin bu qəfil hiddəti hər kəsi qorxuya saldı. Burada minbaşıya qışqırır. Sultan Şeyx Əli kimdir? Haradanla bəri olub? Bunu ora artıra bilərik. 2. Vəzirin gətirdiyi dəlillər sultanın fikrindən döndürə bilmirdi. Bu sultanı danışdırmaq üçün əlindən gələn edirdi. Düzdür, sultan da elə yolundan dönmür ki, dönmür. Bunu əsas aid edə bilərik. Sultanı bir neçə sərkərdə əyanlar və vəzir müşahidə eləyirdi. Bu da hansı hissəyətdir? Bunu da giriş hissəyə qoya bilərik. Bunu da çıxırıq. Sultan vəzirin təşəbbüsü əlinə almağına səsini çıxarmadı. Orada vəzir deyir, aparın elçiləri saraya, biz də gəlirik. Bu da əsas hissəyə aid edə bilərik. Cavab olacaq B variantı. Başmaqçı Məhəmmədin problemə yanaşmasına uyğun gələn fikri müəyyən edin. Bax, son abzasda fikir verin. Deyir ki, Başmaqçı Məhəmməd laqeydliklə, ay Məhəmməd, bizim üçün nə fərqi sultan kimi olacaq? Onların qayəsi birdir, bizi soymaq. Biz özümüzə, arvad uşağımıza görə çalışmalıyıq ki, indi şəhərdə olan qoşunu gələn qoşun üstələməsin. Çünki təzə gələn qoşun qarətə girişəcək. Cəmaat yenə ayaq altında qalacaq. Yəni, bu xalq üçün fərqi yoxdur da, başda kim olur olsun. Düzdür, onsuz da gələn də alır, yəni olan da alır. Amma eləməliyik ki, yəni gələn az olduğuna görə çox alacağı üçün biz onun gəlməyə qoymayaq. Yəni, burada düşünə bilərik ki, yəni, xalq üçün hakimiyyətin kim olmasından fərqi yoxdur. Özünü düşünməlidir. Özlərini qorumaq üçün bir çarə tapmalıdırlar. Bütün bunlar əsaslandıracaq cavab olacaq. A variantı, hakimiyyətin kimə məxsus olmasından asılı olmayaraq xalqın öz varlığını və təhlükəsini qorumağa çalışması vacibdir ki, bunu da əsaslandıra bildik. Cavab oldu A bəndi. Mətnə görə müəyyən etmək olur. A bəndi. Sultan Əhmədin qardaşları arasındakı ziddiyyətin yaranma səbəbini, yəni biz mətnə görə bu ziddiyyəti müəyyənləşdirə bilmirik də. Bəlkə başqa şey uğrunda bunların mübarizəsi var, hakimiyyət uğrunda deyil, vəsair və s. Biz bunu dəqiq müəyyənləşdirə bilmirik. Vəzirin məsləhətindən sonra sultan hansı şəkildə reaksiya verdiyini
Yəni, ümumiyyətlə, mətn boyu vəzir sultana deyir ki, bəs cəmaət qarşısına çıxış elə, sultan da israrla yox deyir. Deyir, vəzir çox dedi, Sultan Əhməd az eşitdi. Və bunu müəyyənləşdirə bilərik. Sultan Əlinin elçilərinin Sultan Əhməd hansı təkliflər çatdırdığını mətnə görə müəyyənləşdirə bilmirik. Təbriz cəmaətinin Sultan Əlinin hücumuna qarşı hansı tədbirlər gördüyünü, yəni fikirləri var ki, yəni şəhərdəki qoşunu dəstəkləsin, amma hansı tədbirlər, nə kimi işlər görəcəklərini mətnə görə biz müəyyənləşdirə bilmirik. Təbriz cəmaətinin hakimiyyətdən hansı hadisədən sonra üz çevirdiyini bunu müəyyənləşdirə bilmirik. Cavab olacaq B variantı. Mətnə görə ən dəqiq müəyyən etmək olur. B variantı. Vəzirin məsləhətindən sonra sultan hansı şeylərə reaksiya verdiyini. Mətndə tünd qara hərflərlə verilmiş sözlərə əsasən cədvəli doldurun. Tünd qara hərflərlə verilmiş sözlər toxunulu sözüdür, bir də uddusuz. Gəlin baxaq görək orada hansı mənada işlənib? Məcazi yoxsa həqiqi mənada? Bu sultana toxundu, yəni sultanı xətrinə dəydi, sultana təsir etdi və s. Burada məcazi mənadadır. Məcazi məna. Ancaq narazılığını gizlətmək oldu, uddu, yenə məcazi. Hər ikisi məcazi mənada. İndi bunların ifadə etdiyi mənanı yazırıq burada. Toxunmaq nədir? Xətrinə dəydi. Xətrinə dəydi. Bunu bura qeyd edə bilərik. Pis təsir etmək. Pis təsir etmək və s. Buna uyğun fikirlər yaza bilərsiniz. Yəni, bir dənə yazsanız kifayət edir. Yəni, hamısını doldurmağa ehtiyac yoxdur. Uddu da burada nədir? Məcazi mənada. Yəni, dözdü. Dözdü mənasında yaza bilərik. Sonra təhəmmül etmək yaza bilərik. Təhəmmül etmək. Təhəmmül etdi. Bunu bu formada qeyd edə bilərik. Üzə vurmadı. Üzə vurmadı. Bu kimi fikirlər yazıb sualı cavablandıra bilərik. Mətndə çərçivə daxilində verilmiş ifadələrin mənasını müəyyən edin. Çərçivə daxilində verilmiş ifadələr boyun qaçırmaqdır, bir də keçi qiymətinə satmaq. Keçi qiymətinə satmaq, yəni çox ucuz qiymətə satmaq. Çox ucuz qiymətə satmaq. Yəni, dəyər dəyməzə vermək. Dəyər dəyməzə vermək mənasında. Boyun qaçırmaq da ki, yəni məsuliyyətdən qaçmaq, imtina etmək. İmtina etmək. Məsuliyyətdən qaçmaq. Və s. Bu kimi fikirlər yazıb sualı cavablandıra bilərik. Mətndə nöqtələrin yerinə məzmununa uyğun fikir yazın. Nöqtələr buradadır. Burada oxuyaq. Deyir, ancaq hər halda şəhər cəmaatını əldə saxlamaq gərəkdir. Ona görə də sənin danışıb nöqtələr vacibdir. Yəni, belə deyəcək ki, xalqı ələ almağın vacibdir. Və yaza bilərik, xalqı, sənin danışıb xalqı ələ almağın vacibdir. Və bu kimi fikir yaza bilərik. Sonra, məsəl üçün, xalqın etimadını qazanmağın vacibdir. Xalqın etimadını qazanmağın vacibdir. Bunu yaza bilərik. Yəni, xalqa qarşı mehriban görünməyin vacibdir. Bir neçə xoş söz söyləməyin vacibdir və s. Bu kimi fikirlər yazıb sualı cavablandıra bilərik. İlanın ağına da lənət, qarasına da. Atalar sözünü mətnin məzmununa əlaqələndirin. Bu atalar sözünü mətnin son hissəsi ilə, nəticə hissəsi ilə əlaqələndirə bilərik. Orada Başmaçı Məmməd deyir ki, ay Məhəmməd, bizim üçün nə fərqi var sultan kim olacaq? Onların qayəsi birdir, bizi soymaq. Biz özümüzə, arvad uşağımıza görə çalışmalıyıq ki, indi şəhərdə olan qoşunu gələn qoşun üstələməsin və s. və s. Yəni, onlar üçün heç bir fərqi yoxdur. Ha bu sultan, ha o sultan. Onsuz da gələn nədir? Soyur, qarət edir. Sadəcə elə eləməlilər ki, yəni yeni gələn soyub qarət eləməsin də, qoy onsuz da bitəri günlərini nədir? Keçirsinlər. Yəni, biz bu hissəyə əsasən yaza bilərik ki, xalq. Yəni, hazırki, indiki hakimiyyətdən də narazıdırlar, hakimiyyətdən də narazıdırlar. Ancaq yeni gələn hakimin onları yenidən
soymalarını, yəni hakimiyyətin daha doğrusu soymalarına qarşıdırlar. Yəni bu kimi fikirlər yazaraq sualı cavablandıra bilərik. Yəni ilanın ağlına da lənət qalsın. Yəni burada söhbət mətndəki ilan hakimlərdir. Yəni, onlar üçün fərqi yoxdur da. Ha, ya o, ya bu. Onlar üçün fərq əsas özlərinin güzəranıdır. Mətnə əsasən cədvəli doldurun. Sultan Əhmədin xalqa münasibəti, xalqın Sultan Əhmədə münasibəti. Elə biz bunu bax, mətnin ilk hissəsinə əsasən doldura bilərik. Məsələn, Sultan Əhməd xalqı deyib qoyun sürüsü adlandırır, onların heç birinə inanmır, onların Sultan Əhmədə kömək edəcəklərini gözləmir və s. yaza bilərik ki, xalqı qoyun sürüsünə bənzədir, qoyun sürüsünə bənzədir və yaxud da onlara inanmır, xalqa inanmır və ya onların, yəni xalqın onlara kömək edəcəklərini gözləmir, kömək edəcəklərini gözləmir. Bu formada. Xalqın Sultan Əhmədə münasibəti yenə eyni şeydə. Onu gürültülü alqışlara qarşıda gözlər, ancaq zor güclə meydan toplaşan Təbrizdə isə onu sükut içində qarşıladılar. Xalq onun görüşünə zorla gətirilmişdi. Xalq onu alqışlamır, sevmir və s. fikirlər yazıb sualı cavablandıra bilərik. Mətnin ümumi ideyasına zidd olan fikri müəyyən edin. Bəndlərə baxaq görək hansı fikir mətnin ideyasına ziddir. Təhsil və xeyriyyətçilik insanların sosial vəziyyətini yaxşılaşdırmağa xidmət edir. Bəli, tamamilə. Mətnin ideyası ümumiyyətlə Jane Addams, yəni yoldaşı ilə, dostu ilə Londonda səyahətdə olanda bir xeyriyyətçilik ilə məşğul olan təşkilatın baş çəkirlər və oradakı o işi görürlər, düzdür və gəlib Amerikada bu xeyriyyətçilik təşkilatını həyata keçirirlər. Yəni burada mətnin ideyası nədir? Az təminatlı yoxsul insanlara yardım etməkdir burada. Mətnin ideyası bunu göstərir və bu da A bəndində təhsil və xeyriyyətçilik insanların sosial vəziyyətini yaxşılaşdırmağa xidmət edir. Bəli, kasıb yoxsullara kömək eləmək üçün fəaliyyət göstərirlər. Bu uyğundur. Sosial ədalət və bərabərlik mədəni inkişafın əsas dayağıdır. Bəli, imkansızlara yardım edirlər. Sosial ədalət və bərabərlik zaten imkanı olan oxuyur, olmayan oxuya bilmir. Amma bunlar nədir? İmkansızlara kömək edirlər, bunu uyğunlaşdırırlar. Fərdi təşəbbüslər və şəxsi maraqlar sosial işlərin mahiyyətini təşkil edir. Demək olar ki, burada heç bir şəxsi maraq yoxdur. Nədir? Daha çox insanlara, yoxsul insanlara, az təminatlı insanlara nədir? Yardım etməkdir. C bəndə uyğun deyil. Liderlərin formalaşması və mədəni baxışların zənginləşdirilməsi gələcək üçün vacibdir. Yeni dediyimiz kimi, həmin o təşkilat, xeyriyyə təşkilatında oxuyan, işləyən insanların Amerikanın gələcək tarixində müəyyən rolları olmuşdur. Bu da doğrudur. Sosial yardımların təşkili ictimai həyatın inkişafına təkan verir. Bu da doğrudur. Cavab olacaq C bəndi. Çünki mətndə heç bir şəxsi maraqdan söhbət getmir. Bu məqsədi həyata keçirmək üçün böyük bir binanı icarəyə götürürlər. Cümləsi ilə mətnin neçənci abzasını genişləndirmək olar. Bax, bu hissəyə fikrin 3-cü abzası. Yəni, bu 1-ci abzasdır. Bu 2-ci abzas, bu da 3-cü abzas. Qızlar ABŞ-yə qayıtdıqda nə edəcəklərlə bağlı heç bir tərəddüdləri yox idi. Ciddi axtarışlar onları Chicago'nun yoxsullar rayonuna, mühacirlər yaşayan yerlərə gətirib çıxarır. Beləliklə, Chicago'nun kasıb bir məhəlləsində Jane Addams Hull House xeyriyyə təşkilatını qurur. Bu təşkilat həmin dövrdə Amerikanın ilk xeyriyyə təşkilatlarından biri olur. Təşkilatın məqsədi yoxsul insanlara yardım etmək və onlara təhsil verməkdən ibarət idi. Hull House xeyriyyə təşkilatı kimi qısa zamanda bir çox böyük işlərə imza atır. Yəni, bu cümləni biz gətirib bura qoya bilərik. Düzdür? Belə deyək ki, beləliklə Chicago'nun kasıb bir məhəlləsində Jane Addams adlı, yəni buradan qabağa bunu artıra bilər ki, bu məqsədi həyata keçirmək üçün böyük bir binanı icarəyə götürürlər və s. və s. Yəni, bu cümlə, bax, 3-cü abzasa artırıb mətni genişləndirə bilərik. Cavabımız olur D bəndi. Mətnə görə düzgün əlaqələri müəyyən edin. Bizə səbəb-nəticə əlaqələri verilib. Gəlin görək hansılar doğrudur.
Jane Addams Londonlu tələbələrin təşkilatı ilə tanış olmaq istəyirdi. Rəfiqəsi Helen Starr ilə birlikdə Avropaya səyahət etdi. Yəni bu səbəb-nəticə əlaqəsi bununla bağlı deyil. Yəni onlar sadəcə Avropa səyahəti zamanı Londonda xeyriyyəsi ilə məşğul olan Toynbee Hall təşkilatına baş çəkirlər. Yəni burada mətndə göstərilməyib ki, tələbələrin təşkilatla tanış olmaq istəyir. Sadəcə səyahət zamanı qarşılarına nədir? Çıxıb. Ona görə də biri biz qəbul etmirik. Bir olan bəndləri çıxırsınız. Hull House təşkilatının şöhrəti artdı və nüfuzu yüksəldi. Jane Addams şəhərin sosial işlərinə dəvət olunub, doğrudur, tamamilə mətn öz əksini tapıb. Jane Addams yoxsulların təhsilinə xüsusi fikir verdi, doğrudur. Şəhərdə yoxsullar üçün bir neçə məktəb açın. Xeyr, bir neçə məktəb yox, sadəcə bir dənə binanı götürürlər. Bu nəticəsi yanlışdır, bunu da çıxırıq. 3 olan bəndə çıxdıq. Jane Addams və Starrın fəaliyyəti rəğbət doğurdu. Dövlət təşkilatın büdcəsi üçün pul hədiyyə etdi. Mətndə dövlətin bu təşkilata büdcədən yardım ayırması söhbəti yoxdur. Ona görə 4 də səhvdir. Jane Addams vətəndaş məsuliyyətini dərk edirdi. Bəli, bazarlıqlı insanların inkişafına xüsusi diqqət yetirirdi. Bu da doğrudur. Cavab olacaq 2-5 C bəndi. Jane Addamsa görə sivilizasiyanın əsas göstəricisi nədir? Bax, mətndə bu hissəyə fikir verin. O deyirdi ki, sivilizasiya hər kəsin bərabər hüquq və hörmətə layiq olduğu həyat metodudur. Deməli, biz bu hissədən çıxaraq, yəni bu hissəni fikir olaraq əsas götürürük və cavab olaraq tapırıq. Hər kəsin bərabər hüquq və qarşılıqlı hörmət əsasında yaşaması. Cavabımız olur C variantı. Hull House xeyriyyə təşkilatının fəaliyyətində aşağıdakılardan hansı yer almamışdı? A. Maddi yardımlar toplamaq, müxtəlif sosial təbəqələrə dəstək vermək bu yer alıb. Uşaqların gündüz məşğələlərini və onların sosial inkişafını təşkil etmək yer alıb. Xəstələrə qulluq göstərmək və ehtiyacı olanlara yardım etmək yer alıb. Dövlət qanunvericiliyinin hazırlanması və hakim partiya təmsil olmaq, yəni bu xeyriyyə təşkilatının siyasətlə əlaqəsi yox idi. Yer almayıb. Axşam saatlarında gecə məktəblərində dərslər keçmək, yəni ilk belə deyək ki, icarəyə götürdüyü binada, yəni fəaliyyətə başladığı illərdə həm bu işi görüblər. Uşaqlara nədir? Dərslər keçdiyini, axşamlar dərs keçdiklərində deyirdilər. Bu da yer alıb. Deməli, cavab nə olacaq? Cavab olur D bəndi. Dövlət qanunvericiliyinin hazırlanması və hakim partiyada təmsil olunmaq kimi işlər xeyriyyə təşkilatının fəaliyyətində yer almamışdır. Cavab olur D bəndi. Mətndə tünd qara hərflərlə verilmiş sözlərin mənalarını izah edin. Mətndə tünd qara hərflərlə verilmiş sözlər, baxın, burada tərəddüdlərdir, burada da komitədir. Tərəddüd nədir? Qərarsızlıq, əminsizlik, əmin olmamaq kimi mənalarını qeyd edə bilərik. Komitə də idarə, təşkilat, orqan və s. Belə fikirlər yazıb sualı cavablandıra bilərik. Verilmiş fikirlərdən uyğun hesab etdiyiniz mətnin məzmunu ilə əlaqələndirin. Yəni hansı fikir, bizə 2 fikir verilib, hansı fikri uyğun hesab edilirsə və onun mətnin məzmunu əlaqələndirməliyik. Məsələn, məqsədi xidmət etmək olan şəxs minlərlə insan həyatına dəyişə bilər. İkinci fikir, həyatı öyrənməyin ən doğru yolu yeni macəra axtarmaqdır. Bu mətnin məzmununa uyğun gələn fikir birinci fikirdir. Bunu seçirik, sonra əsaslandır. Bax, bura fikir verin. Bu 1, 2, 3, 4-cü abzasının son cümləsinə baxın. Məhz bu uğurlu başlanğıcın nəticəsi idi ki, Hull House təşkilatı fəaliyyətinin 2-ci ilində artıq həftəyə 2000 nəfər qəbul edir. Bu nə deməkdir? Yəni, bu elə birinci fikrin nədir? Tam gözəl əsaslandırılmalı olan fikridir. Onu oraya qeyd edə bilərik ki, məhz Hull House təşkilatı artıq ikinci ilində həftəyə 2000 insana dəstək olurdu. Bax, bu cavabı yazaraq sualı bu şəkildə yekunlaşdıra bilərik.
Mətndə nöqtələrin yerinə məzmuna uyğun fikir yazın. Nöqtələr burada son abzasdadır. Baxaq görək. Məhz bu səbəbdən o 20-ci əsrdə bütün dünyada reformizm cərəyanının ilk nümayəndəsi, ölkədəki Hull House adlı xeyriyyə təşkilatının qurucusu kimi adını Amerika tarixinə qızıl hərflərlə yazdırmağa nail olmuşdur, qeyd edə bilərik. Nail olmuşdur və ya müvəffəq olmuşdur və s. Yəni buna uyğun fikirlər yaza bilərik. Nail olmuşdur, müvəffəq olmuşdur və s. Buna uyğun fikir. Bax, diqqətli olun. Yazdırmağa nail olmuşdur. Yəni, bu uyğunluğu, qrammatik normanı burada çalışın ki, yazacağınız cavab bu cümləyə uyğun olsun. Yəni, yazdırmağa nail olmaq yazmayın. Yəni, elə yazsanız tam cavab almayacaqsınız. Və yaxud da müvəffəq olmaq yazmayın. Və yaxud da yazdırmağa bacarmışdır yazmayın. Aydın olur. Yəni, çalışın ki, yazacağınız söz, ifadə, fikir, bax, bunu tamamlaya bilsin. Yəni, əlaqələnə bilsin. Yoxsa hər hansı bir yazsız tam bal ala bilməyəcəksiniz. Uyğunluq olmasa tam bal gözləməyin. Jane Addams'ın xarakterinə aid iki xüsusiyyət yazın. Bax, belə bir şey deyimsə, xarakteri xüsusiyyət deyəndə əməlini deyil, gördüyü işlərə görə onun xarakteri xüsusiyyətini adlandırın. Məsələn, yaxşı işlər görübdür yazmaq əvəzinə yazın ki, xeyirxahdır. Bax, xeyirxah. Məsələn, yaxşı işlər görəndir yazmağa, yəni xeyirxah yazır. Yəni, yaxşı işlər görmək onun əməlidir. Düzdür, biz onun əməlinə görə onun xarakterini müəyyənləşdirməliyik. Məsələn, bu kimi şey yazır. Məsələn, fədakardır. Qeyd eləyə bilərik, eləyə bilərik. Çünki özünü deyil, başqalarını fikirləşir. Fədakardır, fədakar qeyd eləyə bilərik. Sonra kasıblara, xəstələrə kömək eləyirlər. Mərhəmətlidir, mərhəmətli. Bu kimi fikirlər yazarıq. Məsələn, humanistdir, humanist. Yəni, fikir verdiksə, yəni gördüyü işi deyil, əməli deyil, biz onun əməlinə görə onun xüsusiyyətini, xarakteri xüsusiyyətini adlandırırıq və bu kimi fikirlər yazaraq sualı cavablandıra bilərsiniz. Yəni, iki dənə yazsanız kifayət eləyirsiniz. Yəni, illa da çox yazmağa ehtiyac yox. Mətnə görə Hull House təşkilatında təhsil alan və ya çalışan şəxslərin sonraki fəaliyyətləri ABŞ təhsil sisteminə necə təsir göstərmişdir? Baxın, mətnin bu hissəsində onu da qeyd edək ki, Hull House təşkilatında təhsil alan və ya çalışan şəxslər sonradan ABŞ-nin təhsil həyatında mühüm şəxsiyyətlər olmuşlar. Ya bu cümləni olduğu kimi ora köçürə bilərsiniz, ya da ki, yazarıq ki, ABŞ-nin təhsil həyatında ABŞ-nin təhsil həyatında mühüm şəxsiyyətlər olmuşlar. Mühüm şəxsiyyətlər olmuşlar. Bu formada ya da qeyd edirik. ABŞ-nin təhsilində mühüm işlər görmüşlər və s. və s. Yəni bu fikrin, yəni təhsil həyatında mühüm şəxsiyyətlər olmuşlar. Yəni bu fikri özündə əks etdirən öz sözlərinizdə əlavə fikirlər yazıb qeyd eləyə bilərsiniz.